Bərkdən danışma, bərkdən gülmə, narazı olma, şikayət etmə, duyğularını bölüşmə, qadınsallığını gizlət, cavab qaytarma, söz güləşdirmə, özünü ağıllı göstərmə. Bir sözlə, yaşama, özün olma və sən bunlarla razılaşdın. Hamı kimi sevirsə, hamı kimi qəbul edirsə, sən də o insana çevrildin. Amma gerçəkdə, daxilində əsl sən varsan. O sən ki, qəzəblənəndə üzə çıxır, xəyallarında, yuxularında üzə çıxır. Və sən o səndən qorxursan. Çünki o, vərdiş olunmuş ssenaridən kənara çıxır. Hər zaman hə dediklərinə yox deyir. Qəzəbliyikən gülümsəmir. Başqalarını razı salmaqdan ötürü öz arzularından vaz keçmir. Başqalarının gözündə pis olmağı gözə aldığı halda özü olmağı bacarır. Və o gerçəksən cəmiyyət üçün təhlükəlidir. Bu səbəbdən də cəmiyyət onu qəbul etmir. Cəmiyyətin isə qəbul etmədiyini sən qəbul etməkdən qorxursan.